Salam əziz məktəbli dostlar və mən izləyən valideynlər. Bugün 4-cü sinif monitorinq vəsaitindən sağlamlığın şərtləri adlı mətndən etibarən izah etməyə davam edəcəm. Yəni bu monitorinq 2-dir. Mətni oxuyun. Birinci, yəni 1-dən 15-ə qədər olan suallar bu mətnlə bağlıdır. Sağlamlığın şərtləri. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır. Bəzən bədən çəkisinin artıq olması, hərəkətin azlığı, düzgün qidalanmama, psixoloji gərginlik, yoluxucu xəstəliklərə tutulma və sair insanın sağlamlığını təhlükə qarşısında qoyur. Uşaq, bu cümləni oxuyarkən diqqətli olun ki, yəni yadda saxlamağa çalışın ki, insanın sağlamlığını nələr təhlükə altına qoyur. Sağlamlığımızı möhkəmləndirsək və qorusaq, uzun ömür sürər və aktiv həyat tərzi keçirərik. Erkən yaşlardan bədən tərbiyəsi və idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək olduqca vacibdir. İdman orqanizmi xəstəliklərdən qoruyur, sağlam saxlayır. Ona görə də bacardığınız qədər daha çox hərəkət edin. Asudə vaxtlarınızı hərəkətli oyunlar oynayaraq təmiz havada keçirin. Lakin idman edərkən müəyyən qaydaları da unutmaq olmaz. Mütəxəssislərin məsləhətinə görə idmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içmək dayandırılmalı və əvvəlcə kiçik hərəkətlərlə bədənin isinmə prosesi yerinə yetirilməlidir. Əgər bunu etməsəniz, sağlamlığınızla bağlı problemlər meydana çıxa bilər. Fiziki tərbiyə sağlam inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, insanda müsbət emosiyalar yaradır. Günəş vannası orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir. Baxın, burada deməli, yəni ikinci abzasda sağlam olmağın başqa şərtləri haqqında danışılır və artıq digər abzaslarda isə sağlamlığın digər şərtləri haqqında danışılır. Yəni, hər abzas sağlamlıq haqqında ayrı-ayrı fikirlərdən ibarətdir. Burada isə günəş vannası orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir. Həkimlər günəş vannasından müəyyən saatlarda və düzgün qaydada istifadə olunmasını əvəzedilməz müalicə növü hesab edirlər. Günəş şüası altında orqanizmdə D vitamini sintezi artır ki, bu da sizin sümükləriniz üçün olduqca əhəmiyyətlidir. Lakin günəş vannasından ifrat dərəcədə uşaqlar, yəni həddindən artıq, yəni çoxlu deməkdir bu. Lakin günəş vannasından ifrat dərəcədə istifadə olunmamalıdır. Səhər evdən çıxıb axşama qədər dəniz kənarında gün altında qalmaq müxtəlif xəstəliklərə, günəş yanıqlarına gətirib çıxarar. Günəş vannası qəbul etməzdən qabaq qoruyucu günəş kremindən istifadə etməli. Çox ağır qidalar qəbul olunmamalı, çoxlu maye içilməlidir. Günəş vannası qəbulu orqanizmin daha çox maye itirməsinə səbəb olduğundan bədənin su itkisi dərhal bərpa olunmalıdır. Yəni, günəşin altında çox qaldıqda bədən nə edir uşaqlar? Tərləyir və bədəndən su çıxır. Və bu da bədənimizdə mayenin, yəni suyun itməsinə səbəb olur. Və bu su itkisini də biz su içərək bərpa etməliyik. Təmiz hava sağlamlığı təmin edən ən vacib şərtlərdən biridir. Havada olan oksigen qazı orqanizm üçün əvəz olunmazdır. Təəssüf ki, şəhərlərdə hava zəhərli qazlarla çirklənir. Bu isə insan orqanizmi üçün təhlükə yaradır. Orqanizm çirkli hava ilə nəfəs aldıqda zəifləyir və xəstəliklərlə mübarizə aparmaq qabiliyyətini itirir. Su sağlamlıqdır. Uşaqlar, görürsünüz, burada sağlamlıq üçün havadan danışıldı. Burada isə sudan danışılır. Su sağlamlıqdır. Həyat ilk dəfə sudan əmələ gəlib. Bədənimizin 70-80%-ni də su təşkil edir. Biz qidalarımızı su ilə qəbul edirik. Lazımsız maddələr orqanizmdən su ilə çıxır. Su təmizlik mənbəyidir. Uşaqlar, indi isə suallara baxaq. Günəş vannasının, mən buradan karandaşımı seçeyim. Günəş vannası hansı faydanı verir?
Deməli, uşaqlar orqanizmi möhkəmləndirir. Gəlin, qaydaq geriyə. Baxın, günəş vannası orqanizmi möhkəmləndirmək üçün əlverişli vasitələrdən biri hesab edilir. Deməli, cavab B variantıdır. İkinci suala baxaq. İdmana başlamazdan əvvəl nə etmək lazımdır? Biraz əvvəl də oxuduq ki, kiçik hərəkətlərlə bədəni isitmək lazımdır. Çünki biz birdən-birə böyük hərəkətlər eləsək, yəni ağır hərəkətlər eləsək, yəni bədən buna dözə bilməz. Ona görə kiçik isinmə hərəkətləri ilə başlayırlar. Burada deyir yemək yemək. Xeyr, başlamazdan əvvəl yemək yeyə bilmərik. Duş qəbul etmək, günəş kremi çəkmək, əlbəttə ki, bunlar aid deyil. Uyğun cavab C variantıdır ki, istəyirsinizsə qaydaq. Baxaq. İdmana başlamazdan ən azı yarım saat əvvəl yemək içmək dayandırılmalı və əvvəlcə kiçik hərəkətlərlə bədənin isinmə prosesi yerinə yetirilməlidir. İnsan bədəninin təxminən neçə faizi sudan ibarətdir? Bunu da artıq bildik, 70-80%. Uzun ömür sürmək və fəal həyat tərzi keçirmək üçün nə etmək lazımdır? Əlbəttə ki, sağlamlığı qorumaq və möhkəmləndirmək. Yəni, mən burada geri qayıtmağı, yəni məsləhət bilmirəm, onsuz da məlum məsələdir ki, bədənin 70-80% su təşkil etməyi sonuncu abzasda idi və sağlamlığımızı möhkəmləndirmək, qorumaq, uzun ömür sürmək üçün ona uyğun həyat tərzi keçirməliyik. İdmana başlamazdan ən az nə qədər əvvəl yemək içməyi dayandırmaq lazımdır? Uşaqlar, fikir verdinizsə, orada dedi ki, yarım saat əvvəl. Yarım saat əvvəl nə deməkdir? Yəni 30 dəqiqə əvvəl. Yemək içmək dayandırılmalıdır. İsinmə hərəkətləri edilməzsə nə baş verə bilər? Əlbəttə ki, sağlamlıq problemləri yaranar. Mən biraz əvvəl də dedim ki, əgər hərəkətlərdə deyil, bir anda ağır hərəkətlərlə başlasaq, yəni bədən bu ağırlığa dözə bilməz və sağlamlıq problemləri yaranar. Yəni, burada ola bilər ki, sizə A variantı da deyə bilərsiniz ki, enerji azalır. Yəni, enerji azalması azalacaq, amma ümumi götürdükdə isə sağlamlıq problemləri yaradacaq. Məsələn, deyək ki, sən qaçmaq istəyirsən. Əlbəttə ki, qaçanda əvvəlcə gəzə-gəzə qaçılır, yəni asta qaçılır. Sən bir anda sürətlə qaçsan, nə edəcəksən? Tənq nəfəs alacaqsan, nəfəs alıb verməyin çətinləşəcək və bu səndə nə yaradacaq? Sağlamlıq problemi yaradacaq. Ona görə də əvvəlcə kiçik hərəkətlərlə, isinmə hərəkətləri ilə başlayırlar idmana. Təmiz hava orqanizm üçün hansı faydanı verir? Əlbəttə ki, oksigenlə təmin edir. Yəni, bilirsiniz ki, biz oksigeni udur, karbon qazını, yəni pis qazları isə çölə buraxırıq. Baxın, havada olan oksigen qazı orqanizm üçün əvəz olunmazdır. Yəni, əvəz olunmaz o deməkdir ki, orqanizm üçün çox vacibdir. Yəni, orqanizm üçün təmiz hava qədər vacib olan nə ola bilər? Heç nə. Çünki hava çirkli olsa, bizim daxili orqanlarımız, ağciyərimiz, yəni nəfəs üçün istifadə etdiyimiz ağciyərimiz tez sıradan çıxa bilər. Ona görə də təmiz havada gəzmək lazımdır. Və təmiz havada əsasən harda olur? Yaşıllıqlarda olur, ağac çox olan yerlərdə olur. Mətnə görə hansı fikir yanlışdır? Təmiz hava orqanizm üçün vacib şərtlərdən biridir. Bu doğrudur. Su orqanizmdən lazımsız maddələrin çıxarılmasına kömək edir. Bəli, bu da doğrudur. Mətndə bu fikir var idi. İdmana başlamazdan əvvəl isinmə hərəkətləri etmək vacibdir. Bəli, bu da doğrudur. Deməli, C variantı yanlışdır. Psixoloji gərginlik sağlamlığa müsbət təsir edir. Xeyr, psixoloji gərginlik insana, yəni psixoloji gərginlik pis nədir? İnsanın stres keçirməyidir, bir şey haqqında çox düşünməyidir. Bu psixoloji gərginlik əlamətləridir ki, bu da insanın sağlamlığına mənfi təsir edir.
müsbət təsir yaxşı deməkdir. Amma xeyr, psixoloji gərginlik insana yaxşı təsir etmir, mənfi təsir edir. Mətndə suallardan birinə cavab yoxdur. Fiziki tərbiyənin insan sağlamlığına faydaları nələrdir? Yəni bu haqda artıq düşünürəm geri qayıtmaq ehtiyac yoxdur. Bildik ki, nələr idi? Günəş vannası qəbul edərkən hansı qidalar qəbul edilməlidir? Yəni bu haqda məlumat yox idi ki, biz günəş vannası qəbul edərkən günəşin altında nə yeyək? Belə bir şey yox idi. Bu sualın cavabı yoxdur. Günəş şüası altında orqanizm hansı vitamini artır? D vitamini. Həyat ilk dəfə nədən əmələ gəlib? Və bu da sonuncu abzasdaydı ki, sudan. Baxın, həyat ilk dəfə sudan əmələ gəlib. Cavabı var. İstəyirsinizsə fiziki tərbiyə ilə bağlı suala baxaq. Fiziki tərbiyə sağlam inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, insanda müsbət emosiyalar yaradır. Müsbət emosiyalar nədir? Yəni sevinc, gülüş, fərəh, bu cür emosiyalar, xoş emosiyalar. Aşağıdakı cümləni mətndəki hansı abzası əlavə etmək olar? Tərləmə ilə itirilən su bərpa olunmazsa yorğunluq və baş ağrısı ilə nəticələnə bilər. Deməli, biz bədəndən suyun tərləyib çıxması ilə bağlı hansı abzasda oxuduq? Və hətta deyildi ki, biz bunu yenidən bərpa etməliyik. Baxın, günəş vannası qəbulu orqanizmin daha çox maye itirilməsinə səbəb olduğundan bədənin su çəkisi dərhal bərpa olunmalıdır və biz bu cümləni həmin abzasa əlavə edə bilərik. Görək hansı abzasdır? Bu birinci abzasdır. Bu ikinci abzasdır. Bu 3. Bu isə 4-cü abzasdır. Deməli, həmin cümləni 4-cü abzasa əlavə edə bilərik. Aha. Hansı sözün mənası səhv göstərilmişdir? Asudə, rahat, dinc, sərbəst. Yəni, asudə vaxt deyəndə rahat vaxtda, sərbəst vaxtda, boş vaxtda bu deməkdir. Ona görə də bu doğrudur. İfrat. Bir şeyin lazım olduğundan az edilməz. Xeyr, ifrat dərəcədə olmaq, yəni həddindən çox deməkdir. Burada isə az deyilib. Ona görə də bu yanlışdır. Maye su kimi axan maddə. Bəli, uşaq, maye bisinə daxildir. Bax, içdiyiniz meyvə şirələridir, yağlardır, süddür. Yəni su şəklində olan bütün hər şey. Fəal, bəli, fəal aktiv deməkdir, hərəkətli deməkdir. Mətndə çərçivəyə alınmış aktiv sözünü hansı sözlə əvəz etmək olar? Əlbəttə ki, fəal sözü ilə. İstəyirsinizsə baxaq deyək, o aktiv, məsəl üçün, aktiv həyat tərzi keçirərik. Yəni, fəal həyat tərzi keçirərik, bu deməkdir. Klasteri tamamlaya biləcək fikirləri seçin. Günəş vannası qəbul etməzdən əvvəl günəş kremi istifadə edilməlidir. Bu doğrudur. Ən azı yarım saat əvvəl yemək içmək dayandırılmalıdır. Bu günəş vannasına aid deyildir. Bu idmana aiddir. Müəyyən saatlarda və düzgün qaydada istifadə olunmalıdır. Bəli, doğrudur. Kiçik hərəkətlərlə isinmə prosesi yerinə yetirilməlidir. Bu günəş vannasına aid deyil. Bu idman olan abzasa aid idi. İfrat dərəcədə istifadə olunmamalı. Bəli, günəş vannası ifrat dərəcədə, yəni həddindən artıq istifadə olunsa, insanın bədənindəki sular, maye tər vasitəsilə xaric olunur. Bu da bədənin susuzluğuna gətirib çıxara bilər ki, müxtəlif fəsadlar, xəstəliklər yaradır. Və günəş altında ümumiyyətlə çox dayanmaq da zərərlidir. Bunlardan biri insanın sağlamlığını təhlükə qarşısında qoymur. Psixoloji gərginlik, bəli, insanın sağlamlığını təhlükəyə atır. Yoluxucu xəstəliklər tutulma insanın sağlamlığını təhlükə qarşısında qoyur. Lazımsız maddələrin orqanizmdən çıxarılması isə xeyr,
təhlükə qarşısında qoymur. Əksinə, əgər bir lazımsız maddə bədəndən çıxıbsa, deməli bu bədənə yaxşı bir şeydir. Hərəkət azlığı. Bəli, bu insan sağlamlığın təhlükə qarşısına qoyur. Əgər siz hərəkət etməsəniz, bütün gün uzansanız və ya otursanız, çölə çıxmasanız, bu zaman bədən artıq yavaş-yavaş zəifləyir. Çünki hərəkət olmadıqca bədən öz enerjisini, gücünü, qabiliyyətini, işləmə qabiliyyətini itirir. Yəni bir növ bədənimiz elə bil ki, tənbəlləşir uşaqlar. Hansı yarımbaşlıq ikinci abzası ifadə edir? Biz əvvəlcə bilməliyik ki, ikinci abzas nə haqqında idi? Baxın, idman haqqında. Hansı yarımbaşlıq ikinci abzası ifadə edir? Əlbəttə ki, idmanın faydaları və təhlükəsizlik qaydaları.